Dərmanın təsiri olub-olmadığını necə yoxlamaq olar? Heç düşünmüsünüz ki, sizə yazılan dərmanlar doğrudan da təsirlidirmi və ya təhlükəsizdirmi? Azərbaycanda apteklərdə yüzlərlə, bəlkə də minlərlə mənşəyi və keyfiyyəti şübhə doğuran dərmanlar satılır. Adlar dəyişilir, firmalar tanınmır, amma bu dərmanların keyfiyyəti böyük sual doğurur. Bəzi həkimlər nə qədər çox dərman, o qədər yaxşı prinsip ilə işləyir. Amma yazılan dərmanların çoxunun elmi təsiri sübuta yetirilməyib. Bəs necə başa düşmək olar? Bu dərman doğrudan da işləyirmi, təhlükəsizdirmi və ümumiyyətlə qəbul etməyə dəyərmi? Bir yolu var. Elə saytlar var ki, orada dərmanın adını yazmaqla onun haqqında ətraflı və elmi əsaslı məlumat ala bilərsiniz. Dərman qeydiyyatdan keçibmi, klinik sınaqlardan keçibmi və hansı yan təsirləri var? Təəssüf ki, dərmanların təhlükəsizliyi barədə məlumatlar Azərbaycanca mövcud deyil. Amma əgər siz rus və ya ingilis dilində bilirsinizsə, bu məlumatları əldə etmək mümkündür. Bu iki saytı tövsiyə edə bilərəm. Amerikanın FDA saytı və rusların Rosminzdrav. Dərman qəbul etməzdən əvvəl mütləq araşdırın. Çünki sağlamlıq sınaq yeri deyil.